Salam aleykum, hər vaxtınız xeyir, hər birinizi salamlayırıq. Salam əleykum. Demək, yorumlarda bir nəfər Utindi yağının istifadə qaydasını soruşur. Çox sağ olsun Aynura bacımız, demək, Allah yorumlarda razı olsun. görüb və o insana cavab verib ki, istifadə qaydasını başa salıb. Yazıb ki, buruna tökürsünüz, hər burun dəliyinə 2 damcı. Səhər, günorta, axşam 3 dəfə bunu eləyirsiniz. Demək, baş ağrılarında, miqrində, qaymartda, sinüzitdə, sonra limfalar şişəndə üzərinə nazik qatman çəkə bilərsiniz. Qulaqda səs-küy, xışıltı, xırıltı varsa tökə bilərsiniz. 1-2 damcı qulağa çox yox. Gündə bir dəfə töksəz kifayətdir. Oynaq ağrılarını çəkilir. Bəli, oynaq ağrılarına, masaj üçün çox mükəmməl fayda Saç verir. tökülməsinə qarşı saçın diblərini maska kimi çəkilir. 1 saat, 1 saat saxlanıb sonra Bəli. verilir. Sonra üz ləşələrində mükəmməl fayda verir. Bəli, sızanaqlar üzərinə. Bir şey də xatırladım ki, Aynura bacımız Allah can sağlığı versin, Füzuli Hüseynovun bacısıdır və yoldaşının da müəlliməsidir. Müəlliməsidir. Demək, Hicam Əvəzəlini inşallah Hicam Əzəli, masajlanma başqa başqa müəllimədir. O da gözəl müəllimədir. Gözəl hər ikisi çox gözəl dərs keçirlər. gözəl, çox gözəl insandır. İnanın ki, Füzuli həkim də Allah can sağlığı versin, Aynura bacımız da çox gözəl insandırlar. Belə ürəkləri tam başqadır. Allah onlara can sağlığı versin. Mən ümumiyyətlə bu belə deyim də, bu sosial şəbəkəyə gələndən, bu bitkiləri öyrənəndən əvvəlindən və sonuna qədər mən yalnız belə deyim də Füzuli Hüseynovun arxasınca mən addımlayıram. Çünki onun sağaltdığı xəstələr, onun şəfa tapdığı xəstələri çoxdur. İnsanlar onu görmədən sağalırlar. Mən də o vaxtlar Füzuli həkimi izləyirdim, baxırdım ki, xoşuma gəlirdi, necə gözəldir, məsələn, insanlara belə yardım edir. Mən də bu həvəslə bu yola çıxdım. Elə bil bu xəstəliyim mənim fəlakətlər, başıma gələn fəlakətlər bu yola gətirdi, çıxartdı. Klinikaya da gedib gəlirdi. Gedib gəlirdim hər zaman. Çünki ora mən, o klinikanı mən həmişə çox sevmişəm. Niyə görə? Çünki oradan dərman iyi gəlmir. Yox. Oradan bitki iyi gəlir. Ora xəstəxana kimi deyil. Ora tamam başqa bir ocaqda. Ora gedənlər bilirdi. Mən oranı belə tamam başqa cür, yəni düşüncələrimdə elədim. Və fitoterapiya kursları haqqında bir iki məlumat vermək istəyirəm. Mən özüm fitoterapiyanı orada bitirdim Allahın izni ilə. Yoldaşım Hicam Əzəlini bitirdi və hər birinizə tövsiyə eləyirəm. Bax, orada fitoterapiya var. Allah can sağlığı versin, Füzuli Hüseynov rəhbərliyi altında. Hicam Əzəlidir, sonra laboratoriyadır, fizioterapiyadır. O var, sonra Masajdır, da var. Hicam Əzəli, bəli, onlar hamısı var. Çox gözəldir. Sonra tibb bacısı da var. Tibb bacısı da var. İndi ola bilsin ki, yadımızdan da çıxan ola bilsin, olar. İnşallah hər birinizi tövsiyə edirəm. Gəlin öyrənin. Valla biz bunları öyrənməmişik ki, biz hansı gedək işləyək, çalışaq. Özünüz üçün öyrənin. Özümüz üçün. Amma kimsə nəsə sual verəndə birinci siz dillənin. Bəli, özümüz üçün. Bilmək insan üçün, yəni İnsanlara yardım eləmək üçün. evində özün üçün, ailən üçün, uşağın üçün. Nəsə baş verəndə ailədə hansısa bir özün özünə yardım edirsən. Heç mən yeri gəlsə işləməyəcəm. Sadəcə Yox, o bilmək gözəl bir şey. Düzdür. Hər birinizə tövsiyə edirəm. Gəlin öyrənin. Buradan da aşağıdan da Leyla xanımın səhifəsini sabitləyəcəm. O da resepşindir, Heva Medikal Tibb Mərkəzində. İnşallah kim istəyir müraciət eləyər xanıma, qeyd eləyərlər, gəlib oxuyarsınız. Bir də bizə, mənim səhifəmdə çox yazırlar ki, bizi Füzuli doktorla Roman bəy bizi calaşdırsın. Yəni siz gedin yaxınlaşın Heva Medikal Centrə, orada yaxınlaşın resepşina. Roman, yəni ki, biz gedirik, gəlirik, oxuyuruq orada, bitirmişik. Amma bizim o ixtiyarımız yoxdur ki, yalvarırsınız bizə, çox müraciət edirsiniz. Vallahi ki, bizim ixtiyarımız yoxdur. Yox, xahiş edirəm hər birinizdən. Gedin yaxınlaşın. Tibb mərkəzinə yaxınlaşın. Tibb mərkəzinə yaxınlaşın, qeydiyyata düşün. Deyirlər ki, bəzi xanımlar var ki, deyir ki, güya ki, düşmək olmur, çox gözəl də düşmək olur. Gedirsiniz, yazılırsınız, niyə də düşməyəsiniz? Sizə o biri, məsələn, pasiyentlər kimi sizə yazılasınız, növbəniz çatanda gedəsiniz inşallah. Növbəniz çatanda xəbər verirlər, gəlirsiniz. Müalicəniz də olmayacaq. Gəlirsiniz. Çox sağ olun, var olun. Allah bütün xəstələrə şəfa versin. Amin. Allah Aynura bacımıza da can sağlığı versin. Füzuli həkimə də can sağlığı versin. Sağ olun, var olun.